2024 iyun qəbulu 40-cı sual. Alkin deyir. Karbon-karbon arasında sigma rabitəsinin sayı nədir? N'dir. Onda alkinin formulu yazaq. Karbon 2, H2 sıfır 2 deyək. Və belə də karbon-karbon arasında sigma rabitəsi 2 sıfır 1 deməkdir. Yəni bu da N'dirsə 2 bərabərdir N plus 1'dir. Molekulun rabitələrin ümumi sayı. Məsələn, ümumi rabitələrin sayı deyəndə əvvəlcə deyək ki, nə qədər sigma rabitəsi olur bu formula görə? Yəni 3-2 sıx 3 olur. 3-2 sıx 3 sigma rabitəsi və neçə pi rabitəsi var? 2 pi rabitəsi var. Cəm nə qədər oldu? 3-2 sıx 1 olur. X'in yerinə də M plus 1 yazsaq 3 M plus 1 sıx 1. 3M plus 2 olur. Yəni cavab B. Bir. Dəmir və dəmir 3 oksid. Cəmi 20 qramdır. Hidrogenlə tam reduksiya olunduqdan sonra 17,6 qram bərk qalıq qalır. Hidrogenlə reduksiya olunan hansı olacaqdır mənim? Dəmir oksidi. Dəmir oksid hidrogenlə reduksiya olunur. Dəmir və su alır. Yaxşı. Deməli belə. Deməli, müqayisə edək. Məsələn, burada 20-dən 17,6 qram, 20 qramdan 17,6 qrama qədər azalırsa, neçə qram azalmış? 2,4 qram azalır. Yaxşı, deməli, bu oksigendir də, yəni azalar, deyək ki. Dəmir oksidinin molekülər kütləsi neçədir? 160. 160 qrama bərk qalıq deyir. Bu da 112 qram. Deməli, nə qədər azalır belədir? 48 qram azalır. Və dedik ki, neçə qram azalmışdır? 2,4 qram. 2,4 qram azalıb deyilsə, onda dəmir 3 oksid neçə qram olar? Deyək ki. Bəli? 8. Bunun da kütlə payı nə olacaq? 8 bölünsün 20, vurulsun 100. 40%. Y. Qırx iki. Azot və hidrogen verib. Deməli 10 mol. Sonra alınıbdır reaksiyadan sonra amonyak və hidrogen. 7 mol. Burada tam sərf olan hansıdır sizcə? Azot. Nə qədər azalıb burada? 3 mol azalıbdır.
Hidrogen gördüğümüz kimi artıq qalıbdır. Onda tam sərf olunan azotdur. Tənni yazırıq. Deməli 1 mol, 3 mol və 2 mol. Burada nə qədər azalır? 2 mol. Amma biz dedik ki, nə qədər azalır? 3 mol. 3 mol azalırsa, azotu tapaq əvvəlcə. Nə qədər azot eləyər? Çünki azot tam sərf olubdur. 1,5. 10 molda 1,5 mol azotdursa, deməli qalanı da hidrogendir. Yəni 10 çıxaq 1,5. 8,5 mol. Y variantı. Qırx yeddi. Deməli, etilenin əmələ gəlməsi deyə verildi kübür. Etanın əmələ gəlməsi deyə də 2,2. Sonra etilen üstəgəl hidrogen deyək ki, alınır etan. Bu da üstlik effekti, Q. Üstlik effekti. Deməli, Q2'ni istəyir. Bu Q1 deyil. Bu Q2. Təbii ki, bu başlanğıc tərəfdir. Q1 deyək. Bu da məhsul tərəf. Q2 deyək. Onda üstlik effekti nəyə bərabər olur? Q bərabər deyil. Q2 çıx neçə? Q1. Onda Q2 nəyə bərabər olur? Bəli? Hə. Q üstəcə Q1. Burada? De. Onda Q2'nin yerinə hə, Q olmalıdır. Orada şərtdir. Bəli. Orada Q2 olmayacaq. Əgər Q2 istəyirsə, Q olmayacaq. Qırx doqquz. Altı yüz qram kalsium karbonat veribdir. Deməli, kalsium karbonat parçalanır, reaksiyadan sonra bərk qalır. Duz, 2 qram duz qalır. Bu artıq qalandır yəni. Duz artıq qalıbdır. Oksiddə nə qədər alınır? 2,8. Deməli, kalsium karbonatın parçalanmasını yazırıq. Kalsium oksid və karbon qazı. Bərk qalıq deyir, yəni kalsium oksid deyir. 100 qram parçalandıqda 56 qram alınır deyirik. Əgər 2,8 2 deyirsə, duzdan nə qədər artıq qalıqdır? 2. Onda nə qədər parçalanıqdır? 600 çıx 2 olacaq deməli. 600 çıx x qədər parçalanıqdır. Çünki x-i artıq qalıqdır. İndi tapırıq buradan x-i. X nə olacaq? Buradan deməli qaz da tapacaq sonra. X-i tapa. X neçələrdir? X neçələrdir?
100. Yaz. 100 qram artı qalıb. Onda kalsium karbonat nə qədər parçalanmışdır? Bəli. Parçalanıb, deyək ki, kalsium karbonat 500 qram. 500 qram kalsium karbonat parçalandıqda nə qədər qaz alınır? %112 litr. Cavab 112. 600 qram başlanğıc kütlədir. Deməli, parçalandıqdan sonra duzun kütləsidir. Yəni, x qramda duz qalıbdır. Bildiniz? Qalanı parçalanıbdır. Yəni, 600 çıx 2 qədər parçalanıbdır. Əlində sual. Alkadiyendir. Alkadiyen molekulunda hidrogen sayı 2N'dir. Alkadiyen molekulunda sp3 hibrid olan maksimum sayı. Alkadiyenin hansı formasında sp3 hibrid olan sayı maksimum olan? Kumülə. Bəli. Kumülə formasıdır bu. Deməli, bu kumülə olunmuş alkadiyendir. Çünki koniqa və izolədə 4 karbon sp3'dir. Amma kumülədə deməli, bir karbon sp'2 karbon sp2'dir, N-3 karbon sp3'dir. Aydındır. Deməli, koniqanın izolədə N-4 karbon sp3'dir, kumülədə N-3 karbon sp3'dir. Və biz formulu yazaq. Karbon 2 H2-2. Və belə də deməli, 2-3 karbon sp3'dir. 2-3 karbon sp3'dir. Hidrogen sayıda nə veribdir? 2 dedik ki, 2 veribdir. Yəni, 2-2 bərabərdir 2. 2 bərabər n üstəgəl 1. Onda x-in yerinə n üstəgəl 1 qoysaq, burada nə olacaq deməli? X-in yerinə n üstəgəl, bəli? Necə? N çıx necə? 2. N çıx 2 karbon nədir? sp3'dir. Bu da neçə olacaqdır? 4'dən minus 8. Deməli, sp3 hibrid orbitalı var. Cavab C. Əlli ki, sikloalkan. Sikloalkanın yanma təni yazılır. Bir molun yanmasının zamanı alınan maddələr cəmi neçə moldur? 2N'dir. O da bərabərdir 10'a. N bərabərdir 5'dir. Deməli, bu C5H10'dur. Molekulunda bir dənə dörtlü karbon var. Deyək ki, bu dörtlü karbon olsun. 4 dənə karbon birləşir. Onda nə yaza bilər ki, bir dənə dörtlü karbon olsun. Məsələn, siklopropan yazsa, bunu da dörtlü eləsək, olur da, hə? Belə. Hansı ifadələr doğrudur? Adı nədir bunun? 1,1 dimetil siklopropan. Karbon arasında sigma rabitəsi nə qədər olur? Karbonun sayı qədərdir ümumiyyətlə, 5 dənədir. Bu səhvdir. Molekulun üstü karbon var mı burada?
Yoxdur. İkili və dörtlü karbon, birli, üçlü karbon yoxdur. Birli və ikili karbon atomların sayı eynidir. Neçə dənə birli karbon var? 2 dənə. Neçə dənə ikili karbon var? 2 dənə. Bəli, eynidir. 1 və 4'dür. B. Hələ 4-cü sual. Əmsallar 2, 1, 2. Sərf olunan tarazlıq başlanğıc. Yaxşı. Hidrogen və oksigenin başlanğıcları verilibdir. N, N. Hidrogenin yarısı sərf olunur. Yəni başlanğıc 0,5 N-i sərf olunur. Onda oksigen nə qədər sərf olunur? 0,125 N. Bu da 0,5 N. Və tarazlıqları deyir. Məsələn, hidrogen X-dir. X nəyə bərabərdir? 0,5 N. Bu Y-dir. 0 tam neçə? %75 N. Bu da elə 0,5 N məhsul. Z-dir. Yaxşı. Yəni, buradan görür ki, X ilə Y, Z bərabərdir. Bunlar da kiçikdir Y-dən. Hansı uyğun gəlir? Bir də ən böyük N-dir də, təbii ki. Ən böyük N-dir. Hansı olacaq? 1 səhvdir, Y X-dən böyükdür. 2 səhvdir. 3 Y Z-dən böyükdür. Y X-dən də böyükdür. N də deməli 2X-dir də. Bəli. 3, 4, 5'dir. Deməli, stasya. Şəkildə göstərdiyi kimi cəryan mənbəyinə birləşdirilmiş lampa yanır. Birinci qabda baş verən reaksiya nəticəsində əmələ gələn İ-siz Y qazının ikinci qaba keçməsi nəticəsində lampanın yanması zəifləyir. Aha, indi baxın, sönmüş əhəng. İkinci qabda nə vardır? Kalsium hidroksid vardır. Sönmüş əhəng. Bəli, bu da 0,3 moldur. Və sönmüş əhəng məhlulu elektriki keçirdir. Elektriki keçirir. Onun üzərinə hansı qaz gələndə lampa yanması zəifləyir? Karbon qazı. Çünki burada nə alır? Kalsium karbonat çöküntü alır. Bunda elektrik keçilmir. Elektrik keçilmir. Və su. Yaxşı, bunu başa düşdük. Deməli, Y qazı karbon qazıdır. Xlor turşusundan Y qazı buradan çıxır. Yəni, karbon qazı buradan ayrılır. Deməli, xlor turşusu hansı duzla daxil olduqda karbon qazı ayrılır? X duzu əmələ gətirdiyi anda sönür. Zəifli sönmüş əhəngdə tam sərf olar, X duzu əmələ gətirdi. X duzu burada, deməli, X duzu nə imiş? Kalsium karbonat imiş. Kalsium karbonat imiş. Və burada nə qədər kalsium karbonat alınır? 0,3 mol kalsium karbonat alınır. Yaxşı. Və burada nə qədər X duzu veribdir? 0,5. Deməli, birinci qabda 0,5 mol kalsium karbonat var imiş. Aha.
Qazın keçdiyi keçidi davam etdiğinde lampa yeniden yanması baş verir. Birinci qabda olan X maddəsinin tam reaksiyasından əmələ gələn Y qazının hamısı ikinci qaba X və Z duzlarının əmələ gəlməsinə sərf olunur. Aha. İndi burada maraqlı budur ki, bunun qrafikini necə quracaq? Buradan qrafik quraq deyirsiniz. Deməli, T1 anına qədər, T1 bu olsun T1, bu olsun nədir? T2. X düzünün əmrinə birinci nə qədər alınır? 0.3 mol alınır, hə? T1 anına qədər nə qədər alınır? 0.3 mol, eləmi inşallah? Bu cür olur da. Yaxşı, bunu bildik. İndi kalsium karbonat xlor tuzla reaksiyasını yazırıq. Nə alırıq deməli? X tuzu. Kalsium klorid, karbon qazı, bir də su. Və burada 0.5 mol kalsium karbonat deyirsə, 0.5 mol karbon qazı alınıbdır. Elədir. Yaxşı. Onda burada 0.3 mol karbon qazı sərf olunubdur. Karbon qazı sərf olunubdur, Y qazı. Axı, cəmi neçə moldur karbon qazı? 0.5 moldur. Və həmin karbon qazı yenidən kalsium karbonatla nə edəcəkdir? Reaksiya girəcəkdir. Müəyyən qədəri. Kalsium karbonat, üstəgələ karbon qazı, bir də su. Kalsium hidrokarbonat alınacaq. Yəni, bu da elektriki keçirir. Yəni, bu suda həll olur, elektriki keçirdir. 1-ə 1, 0.5 mol duz var. Bəli? 0.3-ü bura sərf olunubdur. 0.2 qalıb. 0.2 buradadır. Burada yox, 0.5 mol, ümumidir yəni burada. Bu heç, buna aidiyyəti yoxdur. Kim çatdı mı? İndi belə deyək də, burada 0.5 mol karbon qazı alınıb. Onu 0.5 mol, 0.3 bura sərf olunubdur. Qalıb 0.2-si. Həmin 0.5 molunda, yəni 0.2-si bura sərf olunubdur. Bildiniz? Yəni 0.2 molu bura sərf olunub və 0.2 mol kalsium karbonat daxil olub burada da. 0.2 mol sərf olunub. Biz nə qədər kalsium karbonat almışdıq? 0.3. Həmin 0.3-ün 0.2-si nədir? Sərf olundu. Yenidən nə alındı? Kalsium hidrokarbonat. 0.2 mol kalsium hidrokarbonat alındı. İndi baxaq görək nə deyir? Aha, qazın keçidi davam etdiyində lampanın yenidən yanması baş verir. Birinci qabda olan X maddəsinin tam reaksiyasına əmələ gələn Y qazının hamısı deməli ikinci qaba X və Z duzlarını. Z duzu hansı oldu? Kalsium hidrokarbonat. Sərf olundu. İkinci an. İndi kalsium karbonat deməli, biz burada yazdıq kalsium karbonatı. Eləmiş olar. Onun da nə qədər sərf olundu burada? 0.2-si. Deməli, hara qədər düşəcək? 0.1-ə qədər düşəcək. T2 an üçün. Belə bir olacaq. Aydındır? Belə bir qrafik olacaq. Aha. Yaxşı, biz bunları yazdıq. Buna qədər dedik uşaqlar. Cavab vərəqinə verilmiş cədvəli tamamlayın. İndi orada nə verirsə cavab vərəqində yazılmalıdır. Cavab vərəqində müvafiq hesablamalar aparmaqla ikinci qabda X duzunun mol miqdarı zamandan sonra dəyişmə qrafikini qurun. Biz qurduq da, hə? X duzunun dəyişmə qrafikini. Yaxşı, onu qurduq. Aha.
Və neçə mol Z duzu alındığını, neçə mol Z duzu alındı? 0,2 mol, yəni cavab burada. Biz 0,2 mol burada deyirik ki, kalsiyum hidrokarbonat. Z duzu alındı. Bu Z duzudur. Aha. Reaksiya tərini yazmaqla birinci qabda X duzunun tam reaksiyasına 200 ml xlor tuzu sərf olunursa, aha, indi xlor tuzu tam sərf olursa, nə qədər xlor tuzu sərf olunmuşdur? Biz burada ona çox fikir vermədik. Burada 0,5 mol nə qədər xlor tuzu sərf olunur? Bəli, 1 mol olar da, düzdürmü? 0,5 mola 1 mol xlor tuzu sərf olunur. Yaxşı. Sərf olunursa, turşunun molyar qatlığını, yaxşı, indi xlor tuzunun molyar qatlığı nə qədərdir? Deməli, 1 mol, hə? Bölünsün neçə? 200 ml, yəni 0,2 litr. O da neçə eləyəcək? 5 molyar. Qabda əmələ gələn duzun miqdarını, bu qabda əmələ gələn duzun miqdarını. Bəli. Həmin qabda əmələ gələn kalsium klorid duzunu deyir də, hə? Nə qədər kalsium klorid alındı? 0,5 mol kalsium klorid duzu əmələ gəldi bu qabda. Bəli. Deməli, buraya yazıq ki, 0,5 mol kalsium klorid duzu əmələ gəldi bu qabda içində. Yəni, budur. Yox, yəni onun zərəri yoxdur. Amma əslində belə olmalıdır, axı. Belə düz, belə biraz... Yəni, o da səhv götürməzlər. Amma mən... Hə? Yox, onu... Yox, tam... Yəni, belə deyim də, mən belə çəkim. Yəni, onu səhv götürməzlər. Amma normalda belə yazılmalıdır. Belə, bura qədər sonra belə dəyişməz. Yəni, biraz əyrincə. Budur. ...2024 iyul qəbulu. 32-ci sual. Müəyyən temperaturda maqniyum sulfatın doymuş məhlulu 252 qram. Deməli, maqniyum sulfatın suda məhlulu cəmi 252 qramdır. İndi bir miqdar, məsələn, maqniyum sulfat nə qədərdir? Nə yazarıq? A mol, suya da B mol yazarıq. Yaxşı. Və burada nə qədər oksigen vardır? 12,4 mol oksigen atomu vardır. İndi belə deyək. Deməli, maqniyum sulfatın kütləsi nə qədərdir? Yəni, maqniyum sulfatın kütləsi, istəgələ suyun kütləsi bərabərdir. Yəni, 120 A istəgəl 18B bərabər 252. Və buradan da deyirik ki, maqniyum sulfatda neçə oksigen atomu var? Bəli, A molunda 4A sayda oksigen atomu var. Və suda burada nə qədər oksigen atomu var? Deyək ki, B-də B oksigen atomu var. O da deməli 4A üstəgəl B bərabərdir 12,4. Və sistem tənini qururuq. Deməli, buradan da deyirik ki, 120A üstəgəl 18B bərabərdir 252, hesablayın tez. 4A üstəgəl B bərabərdir 12,4. A neçədir, B neçədir? A neçə? 0,6, B 10. Yaxşı. Maqniyum sulfatın kütləsi nə qədərdir? %20 bıraq 0,6. 72 qram.
Bəs su nə qədərdir? 180 qram. Magnezyum sulfatın deməli həll olma imkanı neçədir? 72 bölünsün 180 vurulsun 1000. Necə? 400. Qırx səkkizinci sual. Doymuş bir əsaslı karbon turşusu. Məsələn, bunun formulu, turşunun formulu yazaq. Nə yazaq? CnH2nO2. Bunun emeri neçədir? 14-dən istəyəcək 32. Yaxşı, belə yazaq. Bəs spirti yazaq. CnH2n istəyəcək 1OH. Məsələn, belə yazsaq. Emeri neçə olur? 14'den plus 18. Görürsünüz, eyni olmur da, uyğun deyilmir. M olmaz. İndi biz nə etməliyik ki, bu 32 olsun. Onda həm bir dənə CH2 gəlməli. Onda biz belə yazsaq, CH2 plus 1, CH2OH yazsaq, onda bunun molyar kütləsi neçə olacaq deməli? 14'den plus 32 olacaq. Yəni bunlar MM. Yaxşı. İndi burada hidrogen sayı. Hidrogen sayı məsələn 2N'dir. Elədir? Aha. İndi burada hidrogen sayı. 2N istəyəcək neçə? 4. Yəni, təbii ki, buradakı spirtdəki hidrogen sayı 4% çoxdur. Yəni, x bərabərdir. Bunu N deyirsə, hə? Bunu x deyirsə, onda bundan nə qədər çoxdur? 4% çoxdur. N istəyəcək 4 olacaq. Y variantı. Əlli ki. Deməli, alüminium nitrat. Bunun hidrozini birinci mərhələsindən alır. Birinci mərhələsini soruşur da onsuz da. Nə alınır deməli? Alüminium OH NO3 2 və HNO3. Elədir. Bunun ion tənliyi. Alüminium istəyəcək nitrat istəyəcək su. HOH. Alüminium OH deməli, müsbət 2, hə? 2NO3 mənfi HNO3 mənfi. Belə. Burada NO3'lər gedir, hə? İon tənliyinə qalır. Alüminium istəyəcək HOH. Alüminium OH müsbət 2 və H müsbət. Hansını götürərik? Birincini. %53. Qapalı qabda azot və hidrogenin reaksiyası zamanı qazların mol sayının dəyişməsi qrafi verilmişdir. Qrafikdən görür ki, azot nədir? Tam sərf olub, hidrogen müəyyən qədər sərf olunub, artıq qalır da hidrogen. Təbii ki, nə alınacaq? Amonyak. Reaksiya bitdikdən sonra qaz qarışığının orta molyar kütləsi 10. Reaksiya bitdikdən sonra hansı qazlar qalar? Bəli. Reaksiya bitdikdən sonra deməli,
Amonyak alınır, biri ki, məsələn, bir də hidrogen. Amol deyək ki, amonyak olsun, məsəl üçün. Bemol hidrogen olsun. Bunun da orta molyar kütləsi 12'dir. Orta molyar kütləsi 12'dir. Biri eləməliyik. Məsələn, o da bərabərdir nəyə? Amonyakın molyar kütləsi 17'dir. 17A üstəgəl 2B bölünsün A üstəgəl B. A ilə B nisbəti neçə olacaqdır? On iki A, 12B bərabər 17A, 2B. Hə. 10B bərabərdir neçə? 2A. Deməli, A bərabərdir neçə? Hə, 5A. Hə. A bərabərdir 2B. Onda belə deyək də, A-nı 2 deyək, B-ni də 1 deyək. Eləmi? A-nı 2 deyək, 1. Deməli, 2 mol amonyak olsun. 1 mol da nə olsun? Hidrogen. Hidrogen artıq qalanı da bu. Hidrogen artıq qalanı. Və təni yazırıq. Azot, hidrogenlə reaksiyası. NH3. Deməli, 1, 3, 2. Ondan sonra görür ki, nə qədər amonyak dedik alındı? 2 mol. A2 oldu da. Nə qədər hidrogen sərf olundu? 3 mol. Nə qədər azot sərf olundu? 1 mol. İndi yaxşı, azotun hamısı sərf olunur. Azot 2'dir. Yəni 2 neçədir? Bu 2'dir. İndi hidrogenin nə qədər sərf olundu? 3'ü. Nə qədər artıq qaldı? 1'i. Onda hidrogen nə qədər oldu? Azotu bildik. Azot 1 oldu. Bəs hidrogen nə qədər oldu? Bəli. 3'ü sərf olunub, 1'i artıq qalıb. 3 dərəcə 1, 4 mol. Və onda X-in Y olan nisbətini tapıraq. X-in Y olan nisbəti nəyə bərabərdir? 1 bölünsün 4 deməkdir. Düzdür? Yəni 4'də 1 də yazmaq olar, 0'dan 1,5. Yaxşı, stasiyasına baxaq. Mis və mis 2 oksid. Ağzı açıq qabda artıq miqdarda qatı nitrat tuzu əlavə edilərək qatı nitrat tuzu gəlirik. Təbii ki, hər ikisi daxil olur. Bu zaman 11,2 litr 11,2 litr qonur rəngli qaz, yəni NO2 qazı. NO2 qazı ayrılır. Kolbada 0,2 mol nitrat turşusu artıq qalır. 0,2 mol HNO3 artıq qalır. Aha. Daha sonra kolbada məhlul. İndi biz əvvəlcə reaksiyaları yazaq, hələ ki. Birinci misdən yazaq, çünki misdən NO2 qazı ayrılır. Mis üstəgələ qatı nitrat turşusu. Mis 2 nitrat. NO2 qazı bir də su. Əmsallaşdıraq. HNO3-ün qabağına 4. 2, 2. Yaxşı. Deməli, belə deyək. 1 mola 4, 1, hamısını yazaq. Və 44,8 litr və 2 mol. 11,2 litr deyirsə, bu neçə mol oldu deyək. Hamısını yazaq. Suyu da soruşar da, yoxsa?
Yox. Bəli. 0,5. Bu 0,25. Bu 1. Bu da 0,25 mol. Yaxşı. Amma mis də daxil olur, mis oksid də daxil olur da. İndi biz bildik ki, mis 0,25 moldur. 0 neçədir? %25 moldur. Aha. Mis oksiddə bilmirik hələ ki, hə? Mis oksid haqqında hələ heç nə demək olmur. Bunu da deyək ki, 2 mol deyək. Hələ ki bunu məsələn buradan da deyək ki, mis 2 oksid üstəgəl nitrat turşusu alınır mis 2 nitrat və su. Buradan da daxil olur. Yaxşı, bura qədər yazdıq. Daha sonra kolbada məhlul otaq temperaturuna qədər soyulur. Soyulur ki, ona görə ki, su mayeləşsin də. Maye hala keçsin. Aha. 200 qram 20% natrium hidroksid əlavə edildi işte. İndi deməli yazıq. 200 qram 20% neçə qram deməkdir? 40 qram. 40 qram natrium hidroksid əlavə olunur. Bu da 1 mol deyək. Cəmi 1 moldur. Elədir? 1 mol. Və məhlul duz və artıq qalan turşu. Yəni natrium hidroksid həm duzla daxil olacaq, həm də turşu ilə daxil olacaq. Bu zaman 0,3 mol göy çöküntü alır. Yəni natrium hidroksid nə ilə daxil olsa göy çöküntü alır. Mis 2 nitrat ilə. Biz buradan da tapacaq mis 2 nitrat. Deməli, mis 2 nitrat, buradan yazaq yer olsun. Mis 2 nitrat, üstəgəl natrium hidroksid. Alınır buradan mis 2 hidroksid və natrium nitrat. Deməli, bunu əmsallaşdırdı. Göy çöküntü budur. Nə qədər göy çöküntü alındı deyil? 0,3 mol. Deməli, 1, 2, 1, buradan da 2 duz alınır. Bu 0,3 mol çöküntü alınıbsa, buradan da nə qədər duz alınıbdır? 0,6 mol. Bunu deyək. Bu nə qədər natrium hidroksid sərf olunubdur burada? 0,6 mol sərf olunubdur. Buradan da 0,3 mol. Deməli, bizim ümumiyyətlə nə qədər mis 2 nitratımız var imiş? 0,3 mol. Bunun 0,25 molu buradadırsa, qalanı da deməli aşağıdadır. Nə qədər olar burada? Cəmi 0,3 deyir, 0,25'i buradadır. 0 neçə? %5'i buradadır. 0,5'i buradadırsa, onda nə qədər nitrat turşusu burada sərf olunmuşdur? Bəli, 0,1 molu. 0,1 molu, bu da 0,5 molu. Bura kimi yazdı? Yaxşı. Onda natrium hidroksidin 0,6'sı bura sərf olundu. Cəmi nə qədər natrium hidroksidimiz var? 1 mol. Qalan da nə ilə daxil olacaq? Artıq qalan nitrat turşusu ilə. Sonra yazırıq ki, natrium hidroksid üstəgəl nitrat turşusu. Natrium nitrat və su. Yaxşı. Deməli, 1'ə 1'dir. Nitrat turşusumuz 0,2 mol artıq qalıbdır. Elə birbaşa yazaq deyirsiniz. 0,2 mol nitrat turşusu, 0,2 mol natrium hidroksidlə reaksiya daxil olacaq. Və 0,2 mol duz alınacaq. Yaxşı, bunu da baxa. Natrium hidroksiddən yenə nə qədər artıq qaldı? 0,2 mol. Yəni, ümumi proses getdikdən sonra 0,2 mol natrium hidroksid artıq qaldı.
Yaxşı. İndi bunu yazdıq. Görək bizdən nə tələb edir. Müvafiq reaksiya tərini yazıb əmsallaşdırın. Hesablama aparmaqla ilkin qarşıda bəsit maddənin qramı. Bəsit maddə dedikdə, yəni 0,25. Bəsit maddənin. Birinci, burada bəsit maddənin kütləsi, yəni misin kütləsidir. 0,25 mol vurulsun 64. Bu edir 16 qram. Sağ olun. Sağ ol. Paya görə. Yaxşı. Deməli, və turşunun neçə molunun reduksiyaya uğradır. Turşunun, yəni reduksiya məhsulu hansıdır? Budur. Reduksiya məhsulu. NO2-də. NO2 nə qədər alınmışdırsa, o qədər turşu reduksiya olunubdur. Neçə mol NO2 alınıbdır? 0,5 mol. Deməli, buradan deyir ki, 0,5 mol nitrat turşusu reduksiya olunubdur. Aydındır. Çünki azot müsbət 5-dən müsbət 4-ə gəlir. Yaxşı. Müvafiq reaksiya tənini yazıb əmsallaşdırın. Hesablama aparmaqla ilkin qarşıda mis-2 oksidinin qramla kütləsini. Burada 59-da birinci sualın cavabı. Mis-2 oksidin deməli neçə mol tapdıq? Mis-2 oksid 0,5 moldur. Mis-2 oksidin kütləsi 0,5 vurulsun neçə? 80. Burada neçə eləyir? 4 qram. Eləmi? Və göy çökünün alınmasına sərf olunar. İndi uşaqlar, göy çökünün alınmasına nə qədər natrum hidroksid sərf olundu? 0,6 mol. İkinci sualın cavabı, deməli 0,6 mol natrum hidroksid sərf olundu. Neçə? Qram mı deyir? Onu da qrama çevirsək, 0,6 vurulsun, 40. Neçə eləyər? 24 qram. Yaxşı, mən 60-cı görmürəm. 60-da nə deyir? Hə, 60-cının da buradan yazıram. Natrum OH-ın dəyişmə qrafikini, buradan çəkirəm. Deməli, natrum hidroksid molu deyir də, Natrum hidroksid molu. Əvvəlcə natrum hidroksid neçə mol idi? Birdən neçəyə düşəcək? Bəli. Çünki 0,2-si artıq qalıbdır. Belə. 0,2 mola qədər azalacaqdır. Müəyyən zamanda da belə bir qrafik olacaq. Aydındır. Yazırsınız. Kurtarında değilsin. Kurtardınız. Kaç yüzsüz?